Gəlin 2026-cı il qış olimpiyadasındakı o fiqurlu konki sürmə mübahisəsinə qısaca nəzər salaq. Bilirsiniz, bəzən sadə bir musiqi seçimi belə böyük bir məsələyə çevrilə bilir. Bu hadisə də idmanla siyasətin necə toqquşduğunu və beynəlxalq qaydaların əslində nə qədər önəmli olduğunu göstərdi. Hər şeyi başladan o provokativ addım. Erməni cütlük Karina Akopova və Nikita Raxmanin çıxışları üçün Arasx adlı bir musiqi seçmişdilər. Əsas məsələ də elə bu adda idi. Çünki Arasx, bilirsiniz, Azərbaycan ərazilərinə qarşı separatçı iddiaların bir növ siyasi simvoludur. İkincisi, təbii ki, Azərbaycanın cavabı. Milli Olimpiya Komitəsi dərhal rəsmi etiraz etdi. Mövqe çox aydın idi. Olimpiya oyunları siyasi təbliğat yeri deyil, bura sülh və hörmət məkanıdır. Və bu, Olimpiya xartiyasının da əsas prinsiplərindən biridir. Və nəhayət Beynəlxalq Qurumun yekun qərarı. Beynəlxalq Konki Sürmə Birliyi, yəni ISSU, məsələni araşdırdı və Azərbaycanın etirazını tamamilə haqlı saydı. Nəticə, musiqinin adından Arasx sözü çıxarıldı və proqramda sadəcə bəstəkar Ara Gevargyanın adı qeyd olundu. Beləcə, Beynəlxalq İdman Təşkilatı siyasi neytrallığı qorumaq üçün vaxtında müdaxilə edərək Olimpiya səhnəsindəki bir separatçılıq təbliğatının qarşısını almış oldu.